Hər kəsə salam. Gəlin bugün sizlərlə çox tələbələrin səhv etdiyi bir mövzu haqqında sizə ətraflı məlumat verim. Bu cinslərdir. Ruslar buna rod deyirlər. Məsəl üçün ruslarda 3 dənə cins var. Mujskoy, женский və средний rod. Mujskoy rod deyəndə biz əgər sonu samitlə bitən və axırı mərkəz naqdırsa, biz buna kişi cinsinə aid edirik. Amma burada istisnalar var. Женский rod deyəndə isə a-ya, ya-ya bitən və axırı da mərkəz naqdına bitən sözlərə, yəni qadın cinsinə aid edirik. Məsəl üçün mужчина sözü, юноша sözü, papa, дядя bu bizdə avtomatik olacaq mужской rod. Mama, mать, тетя olacaq женский rod. İmya, солнце, платье bu olacaq bizdə средний rod. Средний rodun isə sonu o-yi, ye-yi, miya-la bitən şəkilçilərə средний roda aid eləyirik. Daha ətraflı məlumat almaq üçün dərslər haqqında komment bölməsinə plus yazın, mən sizə geri dönüş eləyəcəm. Təşəkkür. Gələn dərslərdə görüşəndək.